hansı hökmdarın fəaliyyətinə aid xüsusiyyət verilməyib? Şəddadilər dövlətinə son qoymuşdur. Şəddadilər dövləti 1088-ci ildə süqut edibdir. Son qoyan isə Səlcuq hökmdarı Məlik Şah idi. Məlik Şahı variantlardan çıxardaq. Dövlətin daxili müstəqilliyini saxlamaqla Səlcuqlardan asılılığı qəbul etmişdir. Bu, həm Şəddadi hökmdarı Əbləsvar Şavura aid ola bilər 1054. Eyni zamanda Şirvanşah 1-ci Fəribürzə aid ola bilər 1066-cı illər. Hər ikisində daxili müstəqillik qalmışdı çünki. Baxaq, Tiflis müsəlman əmirliyini Səlcuq dövlətinə tabe etmişdir. Bu, 1-ci Toğrulun dövrünə düşürdü. 1054-cü ildən yenə söhbət gedir və variantlarda Sultan Səncər haqqında ifadəni biz görmürük. Sultan Səncər Səlcuq dövlətinin sonuncu hökmdarı olmuşdur. Zəifləmə, parçalanma dövrü ondadır və onun haqqında mətndə ifadə yoxdur.